Buyurun ağa. Selamünaleyküm. Hoş gelipsiz ağa. Sağ ol ağa. Necəsən qızım? Yaxşıyam dedi. Bəsmələ yanı. O kuş bir gün öz yuvasına uçmalıydı. İncitmisən. Bir Allah şahittir ki, ben ona gülden ağır hiçbir söz dememişim. Ağa! Ha, Allah yarın adamları binelerimizi dağıttılar. Malqaranı kovub küre tökdülər. Özümüzü de döydülər. Kömeğe gelin ağa. necə? Tezimin ata, mən də gəlirəm. Bu saat qaydıram. Sana dediğin bak adam kuruyor. Malqaranı! Bulan oldu ki. Polisin burada ne işi var? Hayır oğlum. Yəqin də sol gəlir. Buyurun içeri. Əyləşin, əyləşin. Cənab Simyonov, bu kitabı görmüsünüz? Bəli, Qurandır. Quran. Yandır. Sizin tələbələr Quran əvəzinə Radişevin qadağan olunmuş kitabını oxuyurlar. Buyurun baxın. Biz müəllim Kipiyanini həbs etməliyik. Kipiyanini? Axı neyniyib ki? Mən hər şeyi əvvəlcədən sizə deməyə ehtiyac duymuram, cənab direktor. Ancaq... Kipiyani dərsdədir. Gözləyə bilmərik. Gedək bizlə. Cənab Petrov... Polis şinaflarına yolu göstərin. O fevkalade bir şəxsiyyətidir. Biz onun simasında qullar dünyasını lərziyə salan Spartak üsyankarlığının əzəmətini görürük. O Robin Hood, Wilhelm Tell qədər xalq arasında məşhurdur. Babək 22 ildən çox Ərəb işğalçılarına qarşı mübarizə aparmış və doğma Azərbaycan yurdunu yad ellilərdən qorumuşdur. Beləliklə, görürük ki, görkəmli şəxsiyyətlər yaradan xalqın böyüklüyü onun sadəcə az və ya çox olmasından asılı deyil. Əyləşin. Nə olub, cənablar? Cənab Kipiyani, bizlə getməlisiniz. Zəngə qədər gözləmək olmazdı. Çərənləmə! Tez ol! O saat görülür ki məktəb tərbiyəsi almamışsınız. Yoxsa belə kobud olmazdınız. Kes sesini küçük! Sakit. Davam eləyin. Nə olar, biz gözlərik. Deməli, uşaqlar Babək haqqında qısaca da olsa danışdıq. Bura bax, tez ol polislərə xəbər elə. Baş üstə! Cənab reis, mənə inanmırdınız.
Gördünüz? Bütün bu seminariyanı eşyalana doldurup... Nasıl söz danışırsınız cənab Petrov? Ne diyeyim? Götürün. Salamat qalın uşaqlar. Əyləşin. Belə. Bunları cənab Kipiyani gürcü dilində siz yazmısınız, elə deyilmi? Bəli, mən yazmışam, düzdür. Mən sizin atəşli sözlərinizi bütün Gürcüstana yiyəcəm. Ölməz Rədişev. Atəşli sözlərinizi. Bu gözəl kəlamı müqəddəs Qurana da siz yazmısınız, elədimi cənab Kipiyani? Mən yazmışam. Bu şəxs sizə tanış gəlirmi? Xeyr, mən bu adamı tanımıram. Biraz diqqətlə baxın, bəlkə yadınıza düşdü. Yox. Tanımırsınız. Eşitdiyimə görə, Qafqazlılar dostluqda kişi kimi möhkəm olurlar. Necə deyərlər, duz çörək yaddan çıxarmırlar. Sizsə bu adamla, cənab Kipiyani, nəinki duz çörək kəsmişsiniz? Hətta bir yerdə oxumusunuz. Bir otaqda yaşamışsınız. Peterburqda, elə deyilmi? Sizin dostunuz Rus Əhmədi biz çoxdan axtarırdıq. O Sibirdən qaçandan sonra Göytəpə kəndində poçtada gizlənib hökumət əleyhinə işlər aparırmış. O elə bilirdi ki, biz onu tapa bilməyəcəyik. İndi mən çalışacağım ki, cənab Kipiyani, imperiya için sizdən daha təhlükəli olan Əhməd Vəliyevlə yenidən görüşəsiz. Həbsxanada. Tarkan görüm.